Əzizlərimiz, biz bu günlərin çox ağır şəraitdə yaşayan bizim Azərbaycanımızın məcburi köçkünlərindən birini, bir ailəni sizlərə təqdim eləmək istəyirəm. Bu ailə kimdir? Baba ilə görüşək. Salam əleykum. Nətəniz baba? Xoş gəldin. Adınız nədir baba? Əmraslan. Əmraslan, familiyanız nədir? İsmailov. İsmailov Əmraslan babamızdır. Baba, hansı rayonun vətəndaşlarından? Hansı rayon sakinisən? Ağdərə. Ağdərə rayonunun hansı kəndi? Məlihli kəndi. Ağdərə rayon Məlihli kəndi, amma hal-hazırda Bərdə rayonunun Soğanverdilər kəndində yaşayırlar. Çox ağır şəraitdə gördüyünüz kimi yaşayırlar. Aidiyyəti olan orqanlardan xahişimiz odur ki, bu ailə dəstək olsun. Tələbiniz, xahişiniz nədir? Deyin görək aidiyyəti olan. Tələbimiz, xahişimiz bizə bir ev vermək. Hardan ev verilməsi Orta istəyir? kənddən. Ağdərənin Orta kənddən, Həsənrızdan. Hə, yox, oralar uzaq deyil. Bir qızım var burada yaxındır. O öləndə o gəlib bana çatacaq. Ora getsəm. Ağdərə rayon ya özündən, ya Orta kənddən xahiş edirik aidiyyəti olan orqanlara bu daimizdə dəstək olunsun. Biz jurnalistin işi nədir? Bəli, 44 gün ərzində cənab prezidentimiz Qarabağımızı aldı, bütün dünya sübut elədi. Şəhidlərimizin qanun nəticəsində, şəhidlərimizin qarşısında, baş əyim ruhu qarşısında o cür Qarabağ, bu günlərimiz Qarabağdan gəlir, o cür quruculuq işləri gedir. İnşallah, yəqin ki, bu daimizdə sevinər, yəqin ki, bu daimizdə da inşallah dəstək olunur. Təşəkkürlər, minnəttar, gəlin evi sizə göstərim. Bax, görürsünüz. 33 ildir zülüm çəkilir. İlan gəlib dolur, ev başına dönür sahədən. Çətin şərait yaşayırlar. Belə.